Dəyərli tərbiyəçi müəllimlər və tərbiyəçi müəllimliyə namizəd olan müdavimlərim, bu günlərim biz sizinlə birinci mövzumuz olan Azərbaycan Respublikasının təhsil qanunları haqqında bir sıra yeni məqamları kəşf etmiş olacağıq. İlk öncə biz bilməliyik ki, məktəbəqədər təhsil müəssisəsi nədir? Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Məktəbəqədər təhsil sahəsində dayə, metodist, tərbiyəçi müəllim fəaliyyət göstərir. Metodist deyəndə məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis nəzərdə tutulur. Deməli, metodist ali pedaqoji təhsilli olmalıdır. Bəs dayə kimdir? Dayə isə uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsdir. Məktəbəqədər təhsil sahəsində tərbiyəçi müəllim deyəndə isə uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlığını təşkil edən və həyata keçirən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisaslı təhsilli şəxs hesab olunur. Deməli, tərbiyəçi müəllim həm ali təhsilli ola bilər, həm də orta ixtisas təhsilli ola bilər. Məktəbəqədər təhsil və məktəbəqədər təlim arasında fərqi aydınlaşdıraq. Məktəbəqədər təhsil deyiriksə, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilic, bacarıq və vərdişlərin mənimsənilmə prosesi və onun nəticəsi hesab olunur. Yəni, məktəbəqədər təhsil ümumilikdə uşaqların ilkin bilic, bacarıq və vərdişlərin mənimsənilmə prosesidir. Məktəbəqədər təlim isə məktəbəqədər yaşlı uşaqlarda bilic, bacarıq, vərdiş və səriştələrin mənimsənilmiş biliclərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesdir. Deməli, məktəbəqədər təlim gündəlik həyatda tətbiq etmə bacarığını formalaşdırmış olur. Daha sonra biz məktəbəqədər təhsil sahəsində hüquq və vəzifələrimizi bilməliyik. Hüquq və vəzifəni ilk öncə necə ayırd edə bilərik? Əlbəttə ki, hüquq deyiriksə, söhbət bizim haqqımızdan gedir. Vəzifə deyiriksə, bu bizim vəzifə borcumuzdur və biz bunu yerinə yetirməliyik. Hüquq, uşaqların hüququ. Məktəbəqədər təhsil sahəsində biz uşaqlara bir sıra hüquqlar veririk, amma uşaqlara vəzifə vermirik. Onlar körpə olduğu üçün onların üzərinə hər hansısa bir vəzifə düşmür. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları sırasında yer alır. Həyat və sağlamlığı üçün təhlükəsiz şəraitdə, mənəvi, psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, şəxsiyyətinin alçaldılmasına, mənəvi psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hər bir uşağın hüququdur. Uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq əlbəttə ki, hər bir uşağın hüququdur. Hər bir uşağın hüququdur ki, ödənişsiz tibbi xidmətdən istifadə etsin, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlansın, hansı ki, nitq qüsuru, eşitmə, görmə qabiliyyətli zəifliyi varsa, bunun üçün psixoloji, tibbi, pedaqoji yardım almaq hər bir uşağın hüququdur. Müəyyən olmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin olunmaq
hər bir uşağın hüququdur. Asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyl və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq hər bir uşağın hüququdur. Biz uşaqların hüquqlarını öyrənmiş olduq. Bəs təhsil verənin hüquq və vəzifələri hansıdır? Onları öyrənirik. Təhsil verənin hüquqlarını vəzifələrindən qarışdırmamaq üçün istəsəniz sayına diqqət edə bilərsiniz ki, təhsil verənin 5 hüququ var. Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq, təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək, mükafatlandırılmaq və təltif olunmaq hər bir təhsil verənin hüququdur. Təhsil verənin hüquqlarını biz 5 dənə qeyd etdik. Daha sonra isə biz qeyd edirik təhsil verənlərin vəzifələrini. Əlbəttə ki, söhbət vəzifədən gedirsə, bu bizim borcumuzdur və biz bunu yerinə yetirməliyik. Biz məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməliyik. Bu bizim vəzifəmizdir. İxtisasını artırmaq, peşəkarlıq səviyyəsinə yüksəltmək və attestasiyadan keçmək bizim vəzifəmizdir. Dövlət təhsil standartlarına uyğun olaraq təhsil alanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək, məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək, təhsil alanların Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək hər bir təhsil verənin vəzifəsi sırasında yer alır. Uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil iqtisadını yüksək tutmaq və ziyalılıq nümunəsi göstərmək hər bir təhsil verənin vəzifəsidir. Biz digər təhsil verənlərin hüquqlarında şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etməyə qeyd etmişdik. Düzdür, təhsil verənin hüququdur ki, öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etsin. Amma təhsil verənin vəzifəsi sırasında yer alır ki, uşaqların şərəf və ləyaqətinə hörmət etsin. Uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq hər bir təhsil verənin vəzifəsidir. Təhsil alanların müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq, uşaqların təlim, tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək hər bir təhsil verənin vəzifəsidir. Bir də təhsil verənin vəzifəsi sırasında yer alır ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçsin. Biz tibbi müayinədən keçməyi uşaqların hüququnda da qeyd etdik ki, hər bir uşağın hüququdur ki, ödənişsiz tibbi müayinədən keçsin və təhsil verənin vəzifəsidir ki, dövlət hesabına ildə bir dəfə tibbi müayinədən yararlansın. Bu da təhsil verənin vəzifələridir. Daha sonra biz valideyn və digər qanuni nümayəndələrin hüquq və vəzifələrini öyrənəcəyik. Digər qanuni nümayəndə deyəndə uşaqları himayəyə götürən qəyyumlardan söhbət gedir. Hansı ki, bu bibi, xala, əmi, dayı və yaxud da digər şəxslər ola bilər ki, uşaq evində böyüyən bir uşağı öz qəyyumluğuna götürərlər. Deməli, hər bir valideynin və qəyyumun hüququdur ki,
övladı üçün məktəbəqədər təhsil müəssisəsi seçsin. Məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi və xidmət şəraiti haqqında məlumat alsın. Təhsil alanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarə olunmasında və mədəni kütləvi tədbirlərin təşkilində iştirak etmək hər bir valideynin və digər qanuni nümayəndənin hüququdur. Müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək hər bir valideynin hüququdur. Hər bir valideynin və digər qanuni nümayəndələrin vəzifələri də qeyd olunmalıdır. Əlbəttə ki, vəzifə deyəndə biz onu necə başa düşürük? Valideynlər bunu yerinə yetirməlidir. Hər bir valideyn övladının erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmalıdır. Övladını Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, Azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət, məhəbbət ruhunda tərbiyə etmək hər bir valideynin vəzifəsidir. Yalnız valideynin vəzifəsi yox, həm də təhsil verənin vəzifəsi sırasındadır. Məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək hər bir valideynin vəzifəsi hesab olunur.